fəxri, canlı əfsanəsi Rafael Ağayevlə danışdım, mesajımıza cavab verdi. Sağ olsun, deyir ki, mən elə kasıb qaqaların yanına. Həqiqətən də o insan elə sadədir, elə həyatda da sadədir, deyilən kimi də var imiş, maşallah olsun. O bizim canlı əfsanəmizdir. Bilirsiniz də, dünyada inanmırlar ki, o həqiqətən də yəni insandır, əl vururlar ki, toxunurlar görəsən insandır, yəni bu dərəcədə inanmırlar da, yəni həqiqətən də canlı əfsanədir. İndidən arzulayıram ki, hər kəs onunla görüşsün, hər kəs onunla, nə bilim, şəkil çəkdirsin, uşaqlarımız görsün onu canlı-canlı ki, gələcəkdə də danışsın ki, belə bir insanımız olur, belə bir çempionumuz olur. Rafael Ağayevə inşallah videodan sonra da zəng eləyəcəm, vaxtı təyin eləyəcək inşallah. Gələndə hamı istəyirəm ki, gəlsinlər, həm Rafael'lə görüşümüz olsun, həm də onun bir istəyirəm ki, canlı-canlı onu özüm də görüm, bizə bir xeyir duasını versin. Həqiqətən. Həm Sumqayıtda kişi geyimlərimiz var, həm qadın geyimlərimiz var. Nəinki Sumqayıtın fəxridir, vallahi deyirəm, bütün dünyanın fəxridir. Yəni, yeganə insan ki, o dünyanın fəxridir. Yəni, o mənə nə pul vermir, nə bir şey, prosto ürəyim istəyir, ona görə belə ürəklə danışdır. Kişi geyimlərimizdə və qadın geyimlərimizdə İlyası nəyə görə insanlar hər gün videolarına dəstək olur? Çünki hər kəsdə satılan malı mən ucuz qiymətə qoyuram. Misal üçün, 25 manata mən satıram. Yəqin ki, bunu bir 5 manat baha görə bilərsiniz. Yəni, qiymət fərqimə görə. Qalan ölkə üzrə bütün kimdə nə satılırsa məndə var. Sadəcə qiymət fərqi var. Misal üçün, premium klass adı ilə aldığımız krasovkalar bizdə 20-25 manat. Adicə bunu deyim ki, elə bu premium adı ilə satılan şərtlərdir. Sadəcə bu məndə biraz tez gəldi. Ona görə də qoydum 13 manata. 13 manata gedir, adam hamam şəfiyə alır cəbələ. İndi al, Gen şəhəri ora bura, tar bu şəhəri. Bax, həmin bu korobkada olan orijinal mallar, yəni tam orijinal Nike-ın özüdür, indi onlar 1000 dollardır, nə biləsidir. Bunlar orta hesabla şəhərdə 45-50 manat satılan şeylərdir. Biz burada qoymuşuq neçəyə? 28 manat. Dediyim mallara da özgüvənlə deyirəm, yəni həqiqətən də qiymət fərqi var. Çünki mənə qəpik quruş qalsın, amma hər gün qalsın. Bax, bütün nə görürsə, bax, adi tanınmış maldır, 25 manatadır məndə. Maraqlanın, bu ayaqqabı çox məşhur ayaqqabılardır. Görərsiniz ki, neçədir, 45-50 manatdır, məndə 25 manatdır. Sonra bax, bunlara baxın, hamısında qiymət fərqim var. Sadəcə, yerim böyüdür, bəli, bütün hamıda olan mal məndə də var, amma qiymətimiz ucuzdur. Ona görə mən belə barbar bağırıram ki, aldanmayın. Başqa yerdən bir məhsula, bizdə 2 məhsul alırsınız, amma həmin şeylər. Hürmətinizdə.